Ya Allah, Bismillah. Mərhum Şeyx Tusinin İmlalar kitabında ikinci məclisə aid olan hədislərdən oxuyurduq. Bu dəfə sizlər üçün oxuyacağım hədis olduqca çox maraqlı və həm də bizim hər birimizə lazım olan hədisdir. Hədisin məzmunu, mənası ola bilər ki, bəzilərimiz üçün çətin başa düşülən olsun, lakin bunun çarə yoxdur. Biz bu hədisi və bu qəbildən olan hədisləri öyrənməliyik, başa düşməliyik. Çünki bu kimi hədislər bizə lazımdır. Hədisin məzmununu deyəcəm. İmam Cəfər Sadiq əleyhissalam öz yaxın dostlarından biri olan Əmr ibn Yezidə buyurur. Əmr ibn Yezid Muhammed ibn Əzafir nəql edir. Bunlar hər biri imam dostları olublar. Əmr ibn Yezid bu kimi adlar həmin dövrdə də məşhur adlardan idi. İmam buyurur, İmam Cəfər Sadiq əleyhissalam bu şəxsə buyurur ki, Yəbni Yezid, əntə vallahu minnə əhləl beyt. Ey Yezidin oğlu, sən həqiqətən biz əhli beytdənsən, and olsun Allaha. Bir insan, bir mömin öz zamanı imamı yanında nə həddə əziz olmalıdır, onun hörmətini qazanmalıdır ki, zamanənin imamı Allaha and içir ki, sən bizdənsən. Allaha andla başlayır imam sözünü. Çünki bilir ki, qarşı tərəf təəccüb eləyəcək. Bu hədisin, bu kəlamın mənasını belə asanlıqla başa düşməyəcək. Deyir, imama dedim, qultu cəvəltü fidək min ali Muhammed. Deyir, imama dedim, yəni Peyğəmbər ailəsindənəm mən, ali Muhammed'dənəm. İmam dedi ki, and olsun, eyvallah min ənfusihim, bəli, sən onlardansan, bizdənsən. Bir neçə dəfə həmin kəlməni Əmr ibn Yezid təkrar edir. İmam Cəfər Sadiq əleyhissalam isə Allaha and içməklə təkrar edir ki, sən Ali Muhammeddənsən. Namaz qılan, mömin, əhl-i beyt sevər, nə həddə Allaha yaxın olmalıdır və nə həddə zəmanənin imamını tanımalıdır və ona itaətkar olmalıdır ki, imam o şəxsə belə bir tərif versin. Deməli, belə bir tərifi, belə bir ləyaqəti hər bir dövrdə yaşayan mömin öz zəmanə imamından ala bilər. İmam Sadiq əleyhissalam bu şəxsin tərəddüdünü görərək Quran-ı Kərimin ayələrinə istinad edir. Bizim hədis kitablarımızda Əhl-i Beyt imamlarından nəql olunmuş əksər hədislərdə umumən imamların bu təlim və tərbiyə üslubu olub. Öz kəlamlarını, hədislərini çox hallarda Quran-ı Kərimin ayəsi ilə əsaslandırırlardı. Quran ayələrinə istinad edirlər. Həmin mənanı Quran-ı Kərimdə ayədə tapırlar, göstərirlər, əsaslandırırlar. Bəli. Bu məzmunda, həmin məzmunu, bir əhl-i beyt sevərin əhl-i beyt sevənlərdən olduğunu, bir imam dostunu, əhl-i beytə aid olduğunu başa salmaqdan ötürü İmam Sadiq əleyhissalam da iki ayəyə istinad edir. Ayə belədir, həmin ayələr bunlardır. Buyurur, əmə təqra kitabəllahi əzzə və cəllə, Quran-ı Kərimin bu ayəsini oxumamsan, İnnə əvlən nasi bi İbrahimə lilləzinə təbəuhu, İnsanlar arasında İbrahim əleyhissalama ən əziz olan, ən yaxın olan o kəslərdir ki, ona tabi olublar. Ona tabi olanlar. Quran buyurur, və hazən nəbi, bu Peyğəmbər isə, vəlləzinə amənu, və iman gətirənlər, vallahu vəliyyül müminin. Allah möminlərin vəlisidir.
Allah iman gətirənlərin və Peyğəmbərin vəlisidir. Digər ayəni oxuyur İmam Sadiq əleyhissalam mövzu ilə əlaqədar. Buyurur, fəmən təbiəni fəinnəhu minni. İbrahim əleyhissalam insanlara xitabən buyurdu ki, insanları bütpərəstliyə dəvət edənlər, haqq yoldan azdıranlar bir yana. Lakin mənə tabi olanlar, hər kəs mənə tabi olsa, fəmən təbiəni, hər kəs mənə tabi olsa, fəinnəhu minni. Həqiqətən o məndəndir. Və mən əsani, hər kəs də mənə qarşı çıxsa, üsyan etsə, fəinnəkə qafurur rəhim. Həqiqətən Rəbbim, sən bağışlayan və mehribansan, rəhimlisən. İmam əleyhissalam, İmam Sadiq əleyhissalam öz dostu Əmr ibn Yəzdə başa saldı bu ayəyə istinad edərək ki, hər kəs Peyğəmbər ardıcılığı və imam ardıcılığı bu sünnət İbrahim Peyğəmbərdə də elə idi, bizim sonuncu Peyğəmbərin şəriətində də belədir, dəyişməzdir. Peyğəmbərin ardıcılığı, Peyğəmbərə itaət edən, ona itaətkar olan, təslim olan Peyğəmbərdəndir. Yəni onun davamçısıdır, onlara mənsubdur, ona mənsubdur. Biz Əhl-i Beyti də tanıyan, itaət edən, təslim olan, haqqımızı əda edərək, tam haqqını əda edərək, arifən bi haqqı olaraq, bəli, bizim haqqımızı tanıyaraq bir kəs iman gətirsə, kim nədir o, onun hansı məqamda olacaq, o bizim ardıcılımızdır, o bizdəndir, bizə mənsub olanlardan olacaq. O şəxs artıq bizə mənsubdur, çünki bizim yolumuzu gedir, sırat-ı müstəqimdədir. İndi Əhl-i Beyt əleyhissalamın özünə məxsus olan mənaqib var, mənzillər var. Çünki onlar Allahın höccətləridir yer üzərində insanlara. Allah-u Teala onlara insanlar üzərində höccət qərar verib, ismət verib onlara, məsumdular, kiçik və böyük günahlardan paçdılar. Bəli, və digər Əhl-i Beyt əleyhissalamın məxsus olan məqamlarda heç kəs onlarla şərik deyil və İmam Rıza əleyhissalamın buyurduğu kimi biz Əhl-i Beytlə heç kim müqayisə oluna bilməz. Əhl-i Beyt əleyhissalamın və ya Peyğəmbərlərin özlərinə xas olan məqamlarda heç kim onlarla şərik deyil. Çünki onlar Allahın seçilmişləri və Allahın höccətləridir. Amma hər kəs onlara itaət eləsə, itaətkar olsa, təslim olsa və onların haqqını tanısa, bəli, buyurur, onlara mənsub olanlardan sayılacaq. İmam Sadiq əleyhissalamın hədisinin məzmunu bu idi və 2 Quran-ı Kərimin ayəsinə də əsaslandırdı. Allah-u Teala bizləri Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın.